Salam əziz şagirdlər. Bugün sizlərlə birlikdə ədədin loqaritmi, loqaritmin xassələri bölməsinin test izahlarına baxırıq. Gəlin birinci sualdan başlayaq. Deməli, birinci sualda verir, bərabərliklərdən hansı doğru deyil? Gəlin baxaq. A bəndində, deməli, LG 0 deməli 10.000-də 1 verir. Baxaq bircə dəqiqə. LG 10 üstü. Baxaq görək burada neçə dənə 0 var uşaqlar? 1, 2, 3, 4, 5 ədəd 0 var. Yazırıq 10 üstü -5. Deməli LG və 10 bir-birini ixtisar aparır sanki və qalır -5. A bəndi doğrudur. B bəndində eyni qaydada LG 49 yazılıb. 49-u 7-nin kvadratı yazsaq, kvadratı qarşıya atsaq 2 LG 7 alarıq. B variantı da doğrudur. Eyni şəkildə 24, 8 vuraq 3 olduğuna görə C variantını da parçalayıblar. C variantı da doğrudur. D variantına baxaq. 18-i 2-yə böldükdə 9 verir. D variantı da doğrudur. Y bəndində isə deməli nə baş verir uşaqlar? LG 21 bərabər LG 3. Uşaqlar, üstəgəl LG 7 yazılmalıydı. Ancaq misalda vurulsun yazılıbdır. Deməli, ona görə də Y variantı yanlışdır. Birinci sualda cavabımız olur Y bəndi. Deməli, işarələyirik. Keçirik ikinci suala. İkinci sualda bəs nədir yanlış olan baxaq. Y bəndinə diqqətlə baxın uşaqlar. Y bəndində, deməli, ikinci sualın Y bəndində 4 qabağa keçəndə üstəgəl yox, vuraq şəklində olmalıydı. Yəni, LG 5 üstü 4 bərabər 4 LG 5 olmalıydı. Arada üstəgəlmə işarəsi yox, vurma olmaq lazım idi. Deməli, buna görə də Y variantı yanlışdır. Keçid alaq üçüncü sualımıza. Deməli, ifadəsinin qiymətini hesablayın deyir. Gəlin, baxaq. Deməli, uşaqlar, burada 7-lər bir-biri ilə ixtisar gedir. Baxın, loqaritma hissəmiz ixtisar gedir. Qalır 3 üstəgəl. 25-ə baxaq. 25-ə yazaq 5-in kvadratı. 25-ə yazaq 5-in kvadratı. Və loqaritma 5 əsasdan 2. Loqaritma 5 əsasdan 2. Burada deməli, uşaqlar, 5-ləri bir-biri ilə ixtisar aparırıq. Sadəcə hansı şərt daxilində? 3 üstəgəl, baxın bu 2 gedir digər 2-nin qüvvətinə, yəni 2-nin kvadratı şəklində olur. 3 üstəgəl 4 bərabər 7. Deməli, üçüncü sualda cavabımız olur 7, D variantı. 4-ə keçək. 9 çıxılsın 4 üstü. Loqaritma 16-dan 49 yazılıb. Gəlin baxaq. Loqaritma 16-nın uşaqlar 4-ün kvadratı yazaq. Eyni şəkildə 49-u da 7-nin kvadratı yazaq. Kvadratı bərabər 9 çıxılsın 4 üstü. Uşaqlar, kvadratlar, baxın bu hissədəki bu kvadratlar ki var, bunlar bölünür və 1 qalır. Loqaritma 4 əsasdan 7. Burada isə 4-lər bir-birləri ilə ixtisar gedir. 9 çıxılsın 7 qalır. Və cavabımız olur 2. Dördüncü sualda Y bəndi. Keçid alaq 5-ci suala. Deməli, 5-ci sualda 11 loqaritma 11 əsasdan 7 verilir. Burada 11-lər ixtisar gedir və 7 qalır. Birinci hissəmizdə cavab olur 7. Üstə gəl. Keçid alaq ikinci hissəyə. Uşaqlar, ikinci hissəni 7 üstü loqaritma 7 əsasdan 5 şəklində yaza bilərik. Fikir verirsinizsə, əsasla loqaritmalı ifadənin yerini dəyişdim və 1 bölək hissəsi getdi. Yəni, kəsir tərsinə çevrildi. Burada 7-lər bir-birləri ilə ixtisar getsə, 7 üstəgəl 5 qalır əlimizdə. Cavab olur 12. Deməli, C variantı. 6-cı suala baxaq. Loqaritma 2 əsasından 3 və loqaritma 2 əsasından 3-də 4. Üstəgəlmə olduğuna görə biz bu ifadələri bir-birinə vura bilərik. Yəni, 3 vurulsun, 3-də 4 yaza bilərik uşaqlar. 3-lər ixtisar gedir. Loqaritma 2 əsasdan 4 qalır. Biz bilirik ki, 4-ü 2-nin kvadratı yaza bilərik. Uşaqlar, bu zaman həmin bu kvadrat keçir qarşıya, loqaritmanın qabağına. 2 loqaritma 2 əsasdan 2. 2 əsasdan 2-lər ixtisar gedir, bizə 1 verir. 2-ni 1-ə vurduqda isə cavab olur 2. Yəni, Y variantı. 6-cı sualda. Keçid alaq 7-yə. Ekranımızı təmizləyək. Deməli,
7-də yenə arada işarə üstə gəlmədi. Üstə gəlmədisə biz bu ifadələri bir-birinə vururuq. Gəlin vuraq 7-ci sualda. Deməli, 225 əsasdan 3'ü vururuq 5'ə uşaqlar. Edir 15. 225'i gəlin 15'in kvadratı yazaq. 15 də yuxarıda öz yerində durur. Uşaqlar, baxın, burada 15'in əsası qüvvəti 1'dir. Aşağıda isə 2'dir. Görürsünüz? Deməli, bu 1 sürətə, 2 isə məxrəcə gedir. Və loqaritma 15'dən 15 qalır əlimizdə. Loqaritma 15'dən 15 ifadəsi bizə 1 verir. Qarşıdakı 2'də 1 qalır əlimizdə. 2'də 1. Cavab olur B variantı. 7'də cavab B. Keçid alaq 8'ə. 8'də loqaritma 2 əsasdan 9 hansı ardıcıl 2 ədəd arasında yerləşir deyə soruşur. Uşaqlar, biz bilirik ki 2'nin kubu bizə 8 verir. 2 üstü 4 isə bizə 16 verir. Aydındır ki 9, 8 və 16 arasında yerləşir. Yəni 3 və 4 arasında yerləşir. Tam ədədlərimiz olur 3 və 4, yəni C variantı. Tam hissəsi neçədir deyə soruşsa, tam hissəsi 3'dür deyərik uşaqlar. Keçid alaq 9-cu suala. 9-cu sualda elgi 64 bölünsün elgi 4 yazılıb. Düzdür uşaqlar. Gəlin biz 64'ü 4'ün kubu yazaq. Yazaq elgi 4'ün kubu. Aşağıda isə elgi 4'ümüz durur. Uşaqlar, biz bilirik ki üst qarşıya düşür. Yəni 3 elgi 4 qalır. Məxrəcdə də elgi 4'ümüz var. Bu ifadələri ixtisar gedir və cavab olur 3. 9-cu sualda cavabımız 3. Keçid alaq 10-cu suala. Elgi 125'dir. 125'i gəlin 5'in kubu şəklində yazaq. Elgi 5'in kubu. Məxrəcdə isə elgi 5. Kubu atırıq qarşıya, olur 3 elgi 5. Aşağıda da elgi 5 öz yerində durur. Burada elgi 5'lərimizi ixtisar edirik. Cavab olur 3. 10-cu sualda cavab 3. Keçid alaq 11'ə baxaq. Elgi 72 və elgi 9. Uşaqlar, biz bilirik ki loqaritma 2 əsasdandır burada. Kəsr xətti bölmə deməkdir. Yəni biz 72'ni 9'a bölməliyik. Təbii ki 72'ni 9'a böldükdə cavab 8 olur. Uşaqlar, 8'i gəlin 2'nin kubu yazaq. Üst qabağa düşür 3. Loqaritma 2'lər isə ixtisar gedir. Cavabımız olur 3. D variantı. Keçid alaq digər səhifəmizə. Aha. Yenə də eyni qaydada burada çıxma görürəm. Çıxmadırsa, uşaqlar, bölmək lazımdır. 12-ci sualda loqaritma 3 əsasdan. Uşaqlar, 72'ni bölürük 8'ə. Çıxma olduğuna görə. Loqaritma 3 əsasdan 72'ni 8'ə böldükdə 9 qalır. Biz bilirik ki 3 yerində durur. 9'un yerinə 3'ün kvadratı yazmaq mümkündür. Uşaqlar, baxın, burada bu 3 hissələr ixtisar gedir. Cavabımız olur 2. Yəni Y variantı. Davam edək 13 ilə. Loqaritma 2 əsasdan. Uşaqlar, sinus pi bölü 6 yazılıbdır. Gəlin əvvəlcə sinus pi bölü 6'nı aydınlaşdıraq. Sinus pi bölü 6 30 dərəcə deməkdir. Sinus 30 dərəcə. Sinus 30 dərəcənin isə qiyməti 2'də 1 deməkdir. Düzdürmü? Bərabər loqaritma 2 əsasdan. Uşaqlar, 2'də 1'i 2 üstü mənfi 1 yaza bilərəm. Burada loqaritma 2'lər ixtisar gedir. Baxın bu hissələr. Və cavabımız olur mənfi 1. Yəni C bəndi. Keçid alaq 14'ə. 13'də cavab C oldu. Deməli, 14'də üstə gəlmədi. Ancaq burada loqaritma 4 və 9 verilib. Uşaqlar, 4'ün yerinə 2'nin kvadratı, 9'un yerinə 3'ün kvadratı yazıram. Üstə gəl, qarşıdakı hissə öz yerində durur. Bu hissəni biraz sadələşdirək. Deməli, burada nə baş verir? Baxın, bu 2 gedir sürətə. Buradakı 2 gedir məxrəcə. Və əlimizdə qalır loqaritma 2 əsasdan 3. 2'lər ixtisar gedir. Loqaritma 2 əsasdan 3 oldu. Birinci hissəmizin cavabı. Deməli, loqaritma 2 əsasdan 3 üstə gəlinsin. Loqaritma 2 əsasdan 3'də 4.
Biz bilirik ki, üstəgəlmə olduqda bu ifadələri bir-birinə vurmaq lazımdır. Yəni 3-ü 3-də 4-ə vururuq uşaqlar. 3-lər ixtisar gedir. Loqaritma 2 əsasdan 4 qalır. 4 2-nin kvadratı olduğuna görə cavabımız olur 2. Yəni 14-də cavab olur A bəndi. Keçid alaq növbəti 15-ci sualımıza. 15-də deməli aralar üstəgəlmədir. Üstəgəlmə olduğuna görə yenə də vururuq bir-birinə. Loqaritma 3 əsasdan 5-də 9-u uşaqlar vurmalıyıq 5-ə. 5-ləri bir-biri ilə ixtisar aparırıq. Loqaritma 3 əsasdan 9-u yazırıq 3-ün kvadratı. 3 olan hissələr ixtisar gedir. Cavabımız olur 2. Yəni C bəndi. Keçid alaq 16-cı suala. Çıxmadı. Çıxma olduğuna görə bölürük. 30-u 3-ə bölürük uşaqlar. LG 10 olur. Deməli, LG-nin əsası da 10 olduğuna görə bu ifadə bizə 1 verir. B variantı. LG çünki 10 əsasdan deməkdir. 16-da cavab B. Keçid alaq 17-ci suala. Deməli, burada həm üstəgəlmə var, həm çıxma. LG. Uşaqlar, üstəgəlmə olan hissəni vururuq bir-birinə. Yəni 2-ni vururuq 25-ə. Çıxma olan hissəni isə bölürük. Bölürük 5-ə. Burada 5-i biraz qəşəng yazaq. 5. Bərabər LG. Uşaqlar, 2-ni 25-ə vurduqda 50, 5-ə böldükdə 10. LG 10-da biraz öncə də dediyimiz kimi bizə 1 verir. C bəndi. Baxaq, deməli 18-ci suala. Uşaqlar, 18-ci sualda burada LG mötərizə xaricinə çıxır. Baxın, 19-cu sualda olduğu kimi. Və verilmiş ifadələr bir-birinə vurduqda hamısı bizə 1 verir. Yəni LG 1 alırıq. LG-nin əsası, yəni loqaritma 6 ifadə 1 olduqda ümumi qiymət 0-a bərabər olur. Yəni 18-ci sualda cavabımız olur B bəndi. Tangenslər bir-birinə vurduğunuz zaman 1 alırsınız uşaqlar. Eyni qayda 19-cu sual üçün də keçərlidir. 19-cu sualda nə baş verir? Yenə tangens olan hissələri vurduqda 1 verir. LG 1 isə bizə 0 verir. Cavab olur, deməli 0, Y bəndi. 19-da cavabımız Y-dir. Keçid alaq digər suallarımıza. Fəmizi təmizləyək. Deməli, 20-ci sualdan davam edirik. Aha, baxaq görək 20-də nə deyir. Biraz sürüşdürək. Bəli. Aha, loqaritma 3 əsasdan. Uşaqlar, 9 vurulsun kök 3 yazılıbdır burada loqaritma 6 ifadədə. Gəlin belə yazaq. 9-u yazaq. 3-ün kvadratı. Kök altda 3-ü isə yazıram. 3 üstü 2-də 1. Deməli, loqaritma 3 əsasdan vurulanda üstlər toplanılır. 2 və 2-də 1-i toplayırıq. 3 üstü 2 tam 2-də 1 edir. Elə belə şəkildə də yazıram. 2 tam 2-də 1. Uşaqlar, loqaritma 3-lər bir-birləri ilə ixtisar gedir. 2 tam 2-də 1 isə düzgün olmayan kəsirlə 2-də 5 deməkdir. 2-də 5 C variantındadır. 20-də cavab olur C. Qələmimizi yazaq. Aha, keçid alaq 21-ci suala. Loqaritma 3-də 1 əsasdan yazılıb. Uşaqlar, 3-də 1-i 3 üstü gəlin mənfi 1 yazaq bəri başdan. Sonra 9 yazılıb. 9-u gəlin yazaq 3-ün kvadratı. Loqaritma 6 ifadəni mötərizədə yazıram, qarşı olmasın. Vurulsun 3 üstü 3-də 1 yazaq uşaqlar. Çünki əsasımız 3-dür dərəcəsi. Bərabər yenə loqaritma 3 üstü mənfi 1 əsasdan. Bu burada dursun birimiz. Aha. Dəqiqə bu hissəsi. Mənfi 1. Vurmada üstlər toplanılır. 3 üstü, 2-nin üstünə 3-də 1 gəlirik. 3-də 7-dir. Üstləri topladım. İndi nə baş verir uşaqlar? Bərabərdir. Baxın, bu gördüyümüz 3-də 7 sürətimizdir. Yuxarıda yazılan həmişə sürətə gedir. Bu mənfi 1 isə məxrəcimizdir. Loqaritma 3 əsasdan 3-də yerində qalır. Qüvvətlərini atdım qarşıya. Loqaritma 3 əsasdan 3, baxın bu ifadə bizə 1 verir. 3-də 7-ni mənfi 1-ə böldükdə isə mənfi 3-də 7 verir. Deməli, 21-ci sualda cavab mənfi 3-də 7, yəni A bəndidir. Növbəti suala keçid alırıq. 22. Deməli,
22-ci sualda da uşaqlar 22-ci sualda da biz bu ifadəni tərsinə çöndəririk. Yəni 3 üstü 2 vurulsun loqaritma. Uşaqlar 5 və 3-ün yerini dəyişirəm. Kəsri tərsinə çevirəndə əsas və loqaritmalı ifadədə yerini dəyişir. Yəni 3 əsasdan 5 olur. Uşaqlar, mən bu ifadədə 3-ləri ixtisar edəcəm. Ancaq hansı şərtlə? Baxın, bu gördüyünüz 2 var. Bu gedir 5-in qüvvətinə. 2 5-in qüvvətinə gedir və 5-in kvadratı olur. Yəni 3 üstü loqaritma 3 əsasdan 5-in kvadratı olur. Bu zaman bu gördüyümüz 3 olan hissələr ixtisar gedir və əlimizdə 5-in kvadratı, yəni 25 qalır. Cavabımız olur 25 B bəndi. 22-ci sualda. Gəlin oxşar 23-ünə də baxaq. Deməli, 5 üstü 2 vurulsun loqaritma. 3 və 5-in yerini dəyişirik. Əsas və loqaritma alt ifadə yerini dəyişir. 5 əsasdan 3 olur. Uşaqlar, 2-ni göndəririk 3-ün qüvvətinə. 5 üstü loqaritma 5 əsasdan 3-ün kvadratı. 2 getdi 3-ün qüvvətinə. Baxın bu hissə. 5-lər ixtisar gedir. 3-ün kvadratı 9 qalır cavabda B bəndi. Keçid alaq 24-ə. Deməli, loqaritma 3 əsasdan 5-i yazıram. Vurulsun. Uşaqlar, 25-dən 27 var. 25-i gəlin yazaq 5-in kvadratı. 27-ni yazaq 3-ün kubu. Bərabər. Burada nə baş verir? Əvvəlcə ona baxaq. Deməli, bu kub gedir sürətə. Kvadratı atırıq məxrəcə. Bunları atdıq qabağa. Əlimizdə qalan ifadələri yazaq. Loqaritma 3-dən 5 vurulsun loqaritma 5-dən 3. Gördüyünüz kimi burada 5 və 5, 3 və 3 ixtisar gedir. Əlimizdə sadəcə 2-də 3 qalır uşaqlar. 2-də 3, 1,5 hansı variantda olsa. 2-də 3 var. 24-də cavabımız olur C bəndi. Keçid alaq 25-ə. 25-də eyni qaydada aralarında vurma işarəsi var. Vurma işarəsi varsa sadələşdirib uşaqlar onları deməli ixtisar edə bilərik. Gəlin baxaq 25. Deməli, loqaritma 2-dən 5-i olduğu kimi yazıram. Vurulsun. Loqaritma 25-dən 8 var. 25-i uşaqlar yazıram 5-in kvadratı, 8-i yazıram 2-nin kubu şəklində. Bərabər. Baxın, bu 3 sürətə 2 məxrəcə gedir. 2-də 3. Geriyə qalan hissəni yazaq. Loqaritma 2-dən 5. Birinci kəsrim idi bu mənim. Birinci ifadəm idi. Digəri isə loqaritma 5-dən 2 qaldı. Və beləliklə 5 ilə 5, 2 ilə 2 ixtisar gedir. İfadəmiz olur 2-də 3. 2-də 3 C bəndindədir. 25-də də cavab olur C bəndi. Keçid alırıq digər hissiyə. Yəni 26-dan davam edirik. Silək bu hissəni. Deməli, baxaq görək nə verir. Loqaritma B-dən A-nı hesablayın deyir uşaqlar. Əvvəlcə gəlin görək nə edirik. İstəyirəm 26-cı sualda. İkinci hissəni sadələşdirməklə başlayayım uşaqlar. Loqaritma kök altda 3-cü dərəcədən 2-ni belə yazaq. 2 üstü 3-də 1. Bu hissəsini biraz düzəldim. 2 üstü 3-də 1. Və burada da 2 var. İndi nə edirəm? Bu 2-nin qüvvəti 1-dir. Həmin 1 sürətə yazılır. 3-də 1 isə, baxın bu 3-də 1 isə məxrəcə. Və əlimdə qalır loqaritma 2 əsasdan 2. Uşaqlar, 2 əsasdan 2 bizə 1 verir, 3 isə sürətə qalxır. 3. Yəni, bərabərliyin sağ tərəfi 3-ə bərabərdir. Yəni, loqaritma AB əsasdan B bərabərdir 3-ə. Uşaqlar, bildiyiniz kimi əsas və loqaritmalı ifadənin yerini dəyişmək üçün mən bu ifadəni gərək tərsinə çevirəm. 1 bölünsün loqaritma B əsasdan AB yazıram. Bərabər eyni şəkildə 3 də tərsinə çönür. Çarpaz vururam və belə alıram. Loqaritma B əsasından AB bərabər 3. A və B-nin arası vurma olduğuna görə mən onu üstəgəlmə şəklində parçalaya bilərəm. Yəni B əsasdan A, üstəgəl loqaritma B əsasdan B bərabər 3. Uşaqlar, aydındır ki, loqaritma B əsasdan B, baxın bu ifadə bizə bütünlükdə 1 verir.
3-dən 1-i çıxırıq. Loqaritma B əsasdan A bərabər 3 çıxılsın 1, yəni 2. Deməli, B əsasdan A-nın qiymətini soruşurdu bizdən. Cavabı oldu 2. D variantı. Keçid alaq 27-ci suala eyni qaydada. 27-də baxaq görək nə deyir. Eyni qaydada gəlin ilk öncə sağ tərəfi sadələşdirək. Loqaritma kök altda 3-ün yerinə 3 üstü 2-də 1 yazıram. Digər 3-ümüzün isə qüvvəti 1-dir. 1 sürətə 2-də 1-i uşaqlar məxrəcə yazırsınız. Baxın bu 2-də 1-i. Və loqaritma 3-dən 3 qalır əlimizdə. Loqaritma 3-dən 3 1-ə gedir. 2 isə kəsrin sürətinə qalxır. Və ikinci hissəmizin cavabı olur 2. Eyni qaydada yazsaq, əsas və loqaritma altı ifadənin yerini dəyişsəm, loqaritma B-dən AB 2-yə bərabərdir. Parçalasaq, burada biraz qısa getdim əvvəlkindən uyğun şəkildə. B-dən A üstəgəl loqaritma B-dən B bərabər 2. Uşaqlar, loqaritma B-dən B bizə ixtisar gedir 1 verir. Loqaritma B-dən A bərabər 2-dən 1 çıxırıq, qalır 1. B-dən A-nı soruşur, cavabımız olur 1, yəni A bəndi. 27-də cavab A. Keçid alaq 28-ə. 28-ə diqqətlə baxın uşaqlar. Görürsünüz, ikinci hissədə 3 əsasdan verilibdir, düzdür? 5 vurulsun. 3 üstü loqaritma 3 əsasdan 0,2. Uşaqlar, bu üçlər burada bir-birləri ilə ixtisar gedir və 0,2 qalır əlimizdə. 5-i 0,2-yə vursaq, cavab 1 olar. Yəni B bəndi. Keçid alaq 29-a. 28-də cavab 1, B bəndi oldu. 29-a baxaq uşaqlar. 2 loqaritma 2 əsasdan 2 kök altda 2. Düzdürmü? Uşaqlar, gəlin nə edək? Bu 2-ni geri qaytaraq. Bax, bu kökün mötərizənin qüvvətinə. Yəni, belə olsun. Loqaritma 2 əsasdan 2 kök altda 2-nin kvadratı. Gəlin görək bu ifadə bizə nə verər? Loqaritma 2 əsasdan. Uşaqlar, 2-nin kvadratı 4-dür. Kvadrat və kök gedir 2 qalır. Yəni, 4 vurulsun 2, 8 olar. Biz bilirik ki, 8 2-nin kubudur. Kubu qarşıya atırıq. Loqaritma 2-dən 2-lər isə bizə 1 verir. Cavabımız elə olur 3. 29-da cavab 3, A bəndi. İndi isə keçək 30-cu suala. Aha, 4 loqaritma 5 əsasdan 5 kök altda 5 yazılır. Burada isə fərqli yol gedək uşaqlar. 4 qalsın yerində. Loqaritma 5 də qalsın. 5 kök 5-i görək nə yazarıq. Uşaqlar, kök altda 5 siz bilməlisiniz ki 5 üstü 2-də 1 deməkdir. Çünki kökün dərəcəsi 2-də 1 daxil. Və bizdə 5 vurulsun kök altda 5-in yerinə 5 vurulsun 5 üstü 2-də 1 yaza bilərik. Bu digər 5-imizin qüvvəti 1-dir. Vurulanda üstlər toplanılır. Yəni 1-in üzərinə 2-də 1 gəlirik. Və 5 üstü 2-də 3 olur. Loqaritma altı ifadəyə 5 üstü 2-də 3 yazacağım uşaqlar. Uşaqlar, 2-də 3 gedir 4-ün yanına. 4 vurulsun 2-də 3. Qüvvət qabağa gedir. Loqaritma 5-dən 5-i yazıram və həmin ifadə bizə 1 verir. 2 və 4-ü də ixtisar etsək 2 qalar. 2-ni də 3-ə vursaq cavabımız olur 6. 30-cu sualda cavabımız 6-dır. Yəni B bəndi. Bax bu şəkildə. Özüm sadələşmə hissəsini kənarda götürmək istədim. Gördüyünüz kimi heç bir çətinlik yoxdur uşaqlar. Misallar sadə formada gedir. Gəlin 31-ə baxaq. Deməli, hansı ifadənin mənası yoxdur? Uşaqlar, əvvəlcə onu nəzərinizə çatdırım ki, loqaritma altı ifadə mənfi ola bilməz. Hansılar mənfi olsa, həmin ifadələrə deyəcəyik ki, mənası yoxdur. Məsələn, birinci, tangens 150 dərəcə, ikinci rübün bucağıdır, mənfidir və mənfi olduqda mənası yoxdur. Eyni şəkildə ikincisinə baxaq. Yeni ədədi qiyməti 2,71-dir. 2-yə vuranda 4 tamdan böyük bir ədəd verir. 3,14 çıxdıqda isə müsbət olur. Kök altda 3-dən 1 tam nə qədər bir ədəd çıxır uşaqlar. Yeni ədədi qiyməti isə 2,71-dir. Yəni, sanki 1 çıxılsın 2 kimi bir şeydir. Yəni, ifadənin qiyməti mənfidir. Kosinus 300 dərəcə 4-cü rübün bucağıdır, müsbətdir. Mənası olmayanlar mənfilərdir. Yəni, 1 və 3 D variantı.
32-ci sualımıza eyni qaydada baxaq. Deməli, y 2 tam %71'dir, pi 3 tam %14, 2 tam %71'dən 3 tam %14 çıxdıqda mənfi qalır. Sinus 150 dərəcə ikinci rübün bucağıdır, müsbətdir. Kosinus 150 dərəcə ikinci rübün bucağıdır, mənfidir. Deməli, 3 çıxılsın y isə 2 tam %71 olduğuna görə 3-dən 2 tam %71 çıxdıqda müsbət qalır. Mənası yoxdur mənfilər, yəni 1 və 3 A bəndə olur uşaqlar. 32-də də cavab oldu A. Keçid alaq digər sualımıza. Yəni 33-ə. Aha. 2 loqaritma 2 əsasdan 4də 1, 3də 1 əsasdan 27. Gəlin sadələşdirək. 2 loqaritma 2 əsasdan, uşaqlar 4də 1-i 4 üstü mənfi 1 yazıram. Mənfi 1-i qabağa atsam, onlar mənfi 2 loqaritma 2 əsasdan 4-ün yerinə yazaq 2-nin kvadratı. Və bu kvadratı da uşaqlar, yəni bu qüvvəti də qarşıya doğru atıram. 2 2-yə vurulur, mənfi 4 olur. Loqaritma 2-lər isə bir-birləri ilə ixtisar gedir. Birinci hissəmizin cavabı mənfi 4 oldu. İkinci hissəyə baxaq. 3 loqaritma 3də 1-i uşaqlar 3 üstü mənfi 1 yazaq. 27-ni isə 3-ün kubu yazaq. Bir dəqiqə. 3 üstü mənfi 1, 3-ün kubu. Deməli, burada nə baş verir? Qarşıdakı 3-ü yazıram, vurulsun. Bu 3-ü sürətə, bu mənfi 1-i məxrəcə yazırıq. Loqaritma 3-dən 3 qalır. Loqaritma 3 əsasından 3 uşaqlar ixtisar gedir, bizə 1 verir. 3-ü 3-ə vurduqda 9 və mənfi var deyə mənfi 9. İkinci hissəmizin də cavabı mənfi 9 oldu. Deməli, mənfi 4 çıxılsın mənfi 9. Mənfi 4 üstə gəl 9 və ifadənin qiyməti bizə verir 5. C variantı. Keçid alaq 34-cü suala. Deməli, qrafik hansı funksiyaya uyğun ola bilər? Gəlin baxaq. Deməli, bu gördüyümüz qrafik loqaritma 6 funksiyanın qrafikidir, loqaritmik funksiyanın qrafikidir. Cavab olur B bəndi. Əsas da 1-dən böyük olmalıdır uşaqlar. Burada D bəndində də loqaritma var. Ancaq artan olduğuna görə B variantını götürürük biz. Keçid alaq növbəti sualımıza. Baxırıq, deməli uşaqlar 35-ə. Aha, 4 loqaritma 4 əsasdan deməli 5 yazılıb. Gəlin yazaq 4 loqaritma. Uşaqlar 4-ü yazıram, 2-nin kvadratı 5 vurulsun. Loqaritma 5 əsasdan 8 2-nin kubudur. 8-də 1 isə 2 üstü mənfi 3-dür uşaqlar. 2 üstü mənfi 3. Bərabərdir. Deməli, burada 5-in qüvvəti 1-dir. Bu isə 2-dir. 4 vurulsun, 1 sürətə 2 məxrəcə yazılır uşaqlar. Və loqaritma 2 əsasdan 5 qalır əlimizdə. Eyni şəkildə bu mənfi 3, burası isə sürətimiz isə 1-dir və mənfi 3 qabağa gəlir. Bu 4 olan hissiyə mənfi 3 gəlir uşaqlar. Vuraq. Bura bir dənə vuraq yazıram. Bu hissəni istəyirsiniz silək. Bərabəri biraz digər tərəfdən qoyum. Deməli, 4 var idi qarşıda və mənfi 3 də qarşıya gəldi. Və digər tərəfdə loqaritma 5 əsasdan 2 qaldı. Uşaqlar, burada 5-lər və 2-lər ixtisar gedir. Digər tərəfdə isə 2 və 4-ümüz ixtisar gedir. Mənfi 3-ü 2-yə vururuq, mənfi 6 olur. Cavab D variantı. 36-ya baxaq. Deməli, loqaritma 2 əsasdan 5 vurulsun. Burada loqaritma 25 əsasdan 16 var. Uşaqlar, 25-i gəlin yazaq, 5-in kvadratı. 16-nı yazaq, 4-ün kvadratı yaza bilərik, amma 2-yə görə gəlin 2 üstü 4 yazaq. 2 üstü 4. Bərabər. Deməli, 4 sürətə bu 2 də uşaqlar məxrəcə yazılır.
Əlimizdə qalan hissələri yazaq. Loqaritma 2-dən 5 vurulsun loqaritma 5-dən 2. Aydındır ki, bunlar 5 və 5, 2 və 2 ixtisar gedir. 2-də 4 qalır. 2 və 4 də ixtisar gedir. Cavab olur 2. 36-cı sualda cavabımız 2, yəni D variantı. Keçid alaq 37-yə. Yenə də hansı ifadənin mənası yoxdur deyə soruşur. Mənası yoxdur deyirsə, uşaqlar, bizdən mənfi olanları soruşur deməkdir. Gəlin görək hansılar mənfidir. Açıq aydın görünür ki, 1 mənfidir uşaqlar. Çünki kök adda 3-dən 1 tam nə qədər bir ədəd çıxır? 1-dən 1 tam nə qədər çıxsaq, mənfi qalar 1. Kosinus 180 dərəcədə mənfi 1 verir. Yenə mənası yoxdur. Loqaritma altı ifadə mənfi ola bilməz. 725-dən hər hansı bir ədəd çıxacaqdır deyə 3-cüdə ola bilər. 3,114-dən 3 çıxsaq 0,114, yəni müsbət ədəd qalır, ola bilər. Bir də hansı olacaqdır deməli 37-ci sualda. Baxaq görək 5 uyğun gəlir yoxsa yox. Deməli 5-də bəli uyğun gələcəkdir. Çünki burada 3-cü dərəcədən 5-dən daha kiçik ədəd çıxacaqdır. Nəinki kök adda 3-dən. Ona görə burada 5-də mənfi ədəd olacaqdır. 1, 2, 5. Baxaq görək 1, 2, 5 varmı? Hər üçünün mənfi olduğu. Bəli, C variantında var. Deməli 37-ci sualda da cavabımız olur C bəndi. Hər üçü mənfi ədədlər olduğuna görə. Növbəti suala baxaq. 38. Yenə də hansı ifadənin mənası yoxdur deyə bizdən soruşur uşaqlar. Y 2,71-dir, müsbət bir ədəddir. Pi 3,114-dür, 3 çıxanda yenə də müsbətdir. Digər tərəfə baxaq. Digər tərəfdə kvadrata yüksəltsək, birinci tərəf 8, ikinci tərəf 9 verər. 8 çıxılsın 9 bizə mənfi verir. Yəni 3 burada mənfidir. Tangens 135 dərəcə ikinci rübün bucağıdır, mənfidir. Sinus 180 dərəcədə isə qiymət 0-a bərabərdir. Orada loqaritma altı ifadədir. Biz isə bu hissədə həmin o ifadəni götürməyəcək də. Yəni burada loqaritma altı ifadəmiz 0 və mənfi ədədlər olmurdu. 3, 4, 5, yəni C bəndi. Bu şəkildə. Deməli, keçək 39-cu suala. Şifahi sualı idi bunlar. Deməli, 3 loqaritma 2 əsasdan, uşaqlar 4-ü yazaq, 2-nin kvadratı. Aşağıya baxaq. 4-ü yazıram, 2-nin kvadratı, loqaritma 2 əsasdan 3. Burada nə baş verir? Deməli, bu 2 gəlir qabağa. Loqaritma 2-lər isə ixtisar gedir. Yəni 3-ün kvadratı olur. Burada isə bu 2-lər ixtisar gedəcək. Ancaq bu 2 gedir 3-ün qüvvətinə. Yəni 3-ün kvadratı. 9 bölünsün 9. Cavabımız olur 1. Y variantı. 39-da. Keçid alaq 40-cı suala. Deməli, baxaq görək 40-da nə deyir uşaqlar. 2 loqaritma 5-dən 7 və aşağıda 7 üstü loqaritma 5-dən 2 verilibdir bizə. Uşaqlar, biz 2 və 7-nin yerini dəyişə bilərik. Məsələn, sürətdə 7 və 2-nin yerini dəyişirəm. Olur loqaritma 5-dən 2. Aşağıdakı ifadəyə dəymirəm. 7 loqaritma 5-dən 2. Gördüyünüz kimi eyni ifadələrdir. İxtisar gedir. Cavabımız qalır 1. Deməli, 40-cı sualda cavab 1, yəni C bəndi. Deməli, kəsirdə yerini üstünə, əsasın yerini dəyişə bildik. Baxaq 41-ə. Hansı ifadənin qiyməti ən böyükdür deyə soruşur bizdən. Gəlin baxaq görək hansının qiyməti böyükdür. A isə 1-dən böyük ədəddir. Pi-nin qiyməti 3,114-dür. Sinus 90 dərəcədə 1-ə bərabərdir Y variantında. Sinus 90-da 1-dir deyə Y variantı uşaqlar bu ifadənin qiyməti 0-a bərabərdir. Sonra 3-də 1 var. 3 üstü 3-də 1 var. Pi-nin qiyməti 3,114-dür. Ən böyük istəyir uşaqlar bizdən. Ən böyük isə biz baxın B variantını götürürük. Həm A 1-dən böyükdür, həm də 4 ədədi 1-dən böyükdür. Hər ikisi 1-dən böyükdür və içlərində ən böyük olan da elə B variantıdır. 41-də cavab olur B. Keçid alaq 42-yə. A 0-1 arası bir ədəddir. Yəni bizim A-mız uşaqlar kəsr ədəddir. 0,5 mi, 0,2 mi kəsr bir ədəddir. Baxaq. Hansı ifadənin qiyməti ən kiçikdir deyə soruşur. Uşaqlar, kosinus pi bölü 4 45 dərəcədir. Kök adda 2 bölü 2 verir.
3-dür. Y variantında Y-nin qiyməti 2,71-dir. B variantında kök altda 2-dən təqribən 1 tam nə qədər bir ədəd çıxır. C variantında isə pi-nin qiyməti 3,14. Baxın, D variantında 3-dür. C variantında 3,14-dür. Yəni, daha kiçikdir. Deməli, 42-də cavabımız olur C bəndi. Əksinə götürükdə uşaqlar. 0-1 arasında olanda böyük olana kiçik, kiçik olana böyük deyirik sanki. Bax, belə yadınızda saxlaya bilərsiniz. Keçid alaq 43-ə. Deməli, uşaqlar, üstəgəlmə var. Üstəgəlməni biz vurma şəklində parçalaya bilərik. Məsələn, bu necə bir şeydir? Tutalım ki, yazıram 5 üstü x vurulsun 5 üstü 2, düzdür? Mən vurmanı 5 üstü x plus 2 şəklində yaza bilərəm. Onda buradan belə aydın olur ki, üstəgəlməni də vurma şəklində yaza bilərəm. Gəlin, bu qaydanı misalımıza tətbiq eləyək. Yazırıq, 3,2-nin üstü 1 var. Yazıram, 3,2-nin üstü 1 vurulsun 3,2-nin üstü. Loqaritma 3,2 əsasdan deməli 10. Uşaqlar, burada 3,2 əsasdan olan ifadələr gedir və 10 qalır. 3,2 vuraq 10, ifadənin qiyməti olur 32. Yəni, B variantı. Keçid alaq 44-cü suala. Deməli, biraz yuxarı sürüşdürək. Bizə bir ifadə verir. LGD bərabər. Uşaqlar, bu gördüyümüz ifadələrin arasında toplama çıxma var. Mən bunları bir-birindən vurub bölə bilərəm. Ancaq hansı şərt daxilində? Bu ifadələri, məsələn, 2 LG-A yazılıbdır, düzdür? 2-ni A-nın qüvvətinə göndərirəm. Yəni, olur belə. LG, mötərizədə yazıram uşaqlar. 2 gedir A-nın qüvvətinə A kvadrat. 2-də 1 gedir C-nin qüvvətinə C üstü 2-də 1. Və 3 gedir B-nin qüvvətinə B kubu olur. Uşaqlar, B-ni məxrəcdə yazmağımın səbəbi odur ki, aralarında çıxma işarəsi var və çıxma bölmə deməkdir. Bölmə olan hissəni yəni aşağıda yazdım. Baxaq, uşaqlar, burada sağ və sol tərəfdən elcələr ixtisar gedir. D bərabər, kəsir xətti, burada B kubu var. A kvadrat. C üstü 2-də 1 isə kök altda C şəklində yaza bilərik. Bu isə uyğundur C variantına. 44-də cavabımız oldu C. Qələmimizi düzəldək. Bax belə. Sadə misal idi. Sadəcə toplama olan hissələrini vurdum. Çıxma olan hissəni də bölməklə yazdım. Baxaq 45-ə. Deməli, ifadəsinin qiymətini hesablayın deyir. Gəlin hesablayaq. Burada toplamada mən bunları vurmalıyam uşaqlar bir-birlərinə. Necə vururam? LG, uşaqlar 4 gedir 5-in qüvvətinə olur 5 üstü 4. Vurulsun. 16 isə 2 üstü 4 deməkdir. LG deməli 10 üstü 4 olur. Onlar ixtisar gedir. Cavabımız olur 4. D variantı. 45-ci sualda cavab D. Keçid alaq 46-ya. Deməli, yenə toplamanı vurma kimi yazırıq. 5 üstü 3. Uşaqlar, 3 mütləq 5-in qüvvətinə getməlidir. 8-i isə 2-nin kubu yazaq. LG 10 əsasdan 10 üstü kub olur. Onlar ixtisar gedir. Cavabımız olur 3. Mütləq ki, buradakı bu 3 getməlidir 5-in qüvvətinə, sonra vurmanı tətbiq eləməliyik. Cavab olur 3, yəni A bəndi. Keçid alaq 47-yə. Deməli, LG 144 yazılıb. Biz 144-ü 12-nin kvadratı yaza bilərik. Yuxarı hissədə çıxmadı 36-nı 3-ə bölürük uşaqlar. Olur 12. Çıxmada bölürük. LG 12-ni yazıram. Uşaqlar, buradakı bu 2 gedir qabağa. Yəni olur 2 LG 12. LG 12-lərimiz ixtisar gedir. 2-də 1 qalır. 2-də 1, 0,5, yəni cavab A bəndi. Keçid alaq digər sualımıza. 48. Deməli, LG 64 var əlimizdə. Gəlin, LG 64-ü, bircə dəqiqə, 4-ün kubu şəklində yazaq uşaqlar. Olarmı? LG 64-ü yazıram, 4-ün kubu. Aşağı hissədə yenə də çıxma var. 48-i 3-ə bölürük, olur 16. Deməli, 3 keçir qabağa, 3 LG 4 olur. 16-nı 4-ün kvadratı yazsaq və bu 2-ni qarşıya atsaq, uşaqlar 2 LG 4 olar. Sürətdə də 3 LG 4-ümüz dayanıbdır. LG 4 hissələrini ixtisar etsək,
Cavabımız olar 2-də 3 və yaxud 1,5. Bəli, cavabı 1,5 ilə veriblər. B variantı. 48-də cavab B. Baxaq 49-cu suala. Uşaqlar, 49-cu sualda ən içərdən başlayırıq həll etməyə. Yazıram loqaritma 3 əsasdan, sonra loqaritma 5 əsasdan və bu hissiyə baxaq. Baxın bura. 32 2 üstü 5-dir. 2-lər ixtisar gedir, uşaqlar 5 qalır. 5 ilə 5 ixtisar gedir. Loqaritma 3 əsasdan, baxın bu 5 ilə 5-in yerinə yazırıq 1. Və loqaritma 3 əsasdan 1 də bizə 0 verir. Cavab olur Y variantı. Keçid alaq 50-ci suala. Baxaq. 50. Əvvəlini köçürdürəm. Loqaritma 3 əsasdan, loqaritma 6 əsasdan. Burada loqaritma 2 əsasdan 64 yazılıb uşaqlar. 64 2 üstü 6-dır. 2-lər ixtisar gedir və 6 qalır. 6 və 6 ixtisar gedir. Loqaritma 3 əsasdan, baxın bu hissənin yerinə yazırıq 1. 3 əsasdan 1 isə bizə 0 verir. Yəni cavab olur C variantı. Ümid edirəm ki, aydın oldu sizlər üçün. Uşaqlar, bölmənin testləri çoxdur. Ümid edirəm ki, sizlər də başa düşdünüz. Mən əlimdən gəldiyi qədər izah etməyə çalışdım. Bölmənin testlərini 50-50 yükləməyi düşünürəm. 1-dən 50-yə qədər olan hissəni burada tamamlayıram. 50-dən 100-ə qədər olan hissəni isə növbəti videoda izah edəcəm inşallah. Sağ olun və izləmədə qalın. Sağlıqla qalın.